Hər kəsə salam dostlar, kanalıma və videoma xoş gəldiniz. İlk dəfə gəlirsinizsə mən Nigar. Bu gün sizlərə istədim ki, artıq qlobal bir problem halını almış bu üz səpkiləri haqqında bir video çəkim. Yəni mən özüm də bu dönəmlərdən keçmiş bir insan olaraq, yəni özümü bu hala necə gətirdiyimi, bunun üçün nələr etdiyimi, nələr etməməli olduğumu, necə atlatdığımı istədim ki, sizlərlə bərabər paylaşım. Çünki bilirəm ki, hər birimiz demək olar ki, əksər insan, yəni bu üz səpkilərindən əziyyət çəkir. Yenə bir məsləhət videosu ilə qarşınızdayım. Video keçmədən qabaq kanalıma abunə olmağı və mənə dəstək olmağı unutmayın. Bundan əlavə digər hesablarımdan da, Instagramdan, TikTokdan da takip edib mənə dəstək olmağı unutmayın. İndi isə keçək videoya. Dostlar, üz səpkiləri demək olar ki, yəni bayaq dediyim kimi qlobal bir problem halını alıb. Yəni demək olar ki, 50 insandan kimi dindirsən, bəlkə də 20-si səpkilərdən əziyyət çəkir ki, bunlardan biri də mən olmuşam. Yəni mənim üzümün ağır səpkili olan bir dönəmlərim olubdu ki, məni Instagramdan da, TikTokdan da sıfırdan takip edən insanlar bunu bilir. Və üzüm sağaldığı üçün də daima məndən soruşurlar. Daima soruşurlar ki, Nigar nə etdin, nələr etdin, üzünü necə sağaltdın? Dedim ki, artıq bununla bağlı bir video çəkim, çünki hər birinizin buna ehtiyacı var deyə düşündüm. Bəs dostlar, nədir bu səpki? İstərdim ki, bunun haqqında qısa və loru dildə tez bir danışım. Səpki bizim üzümüzdə tüy folikulları və onun dibindəki pi vəzlərinin iltihabıdır. Yəni o pi vəzləri iltihablaşır və çoxlu miqdarda yağ pi ifraz edir və o pi də gedir tüy folikullarının dibini tıxıyır, iltihablaşır və səpki yaranır. Bunun da bir neçə səbəbləri ola bilər. Məsələn, hormonal səbəblər ən geniş və ən çox səbəb olan hormonal səbəblərdir ki, niyə bunun yeniyetməlik dönəmlərdə də artdığı bu səbəbdəndir. Yəni androgen hormonlarının artması, hormonal disbalans bu pi vəzlərinin daha çox pi ifraz etməsinə və tüy folikullarının iltihablaşmasına səbəb olur. Yenə ən yaygın səbəblərdən biri də bakteriyalardır. Yəni hansı ki, stafilokoklar, streptokoklar, yəni bunlar bu kimi bakteriyalar vardır ki, onlar üzümüzdə məskən salırlar, yəni onun iltihablaşmasına səbəb olur. Digər bir faktorlarımız endogen faktorlar, yəni daxili faktorlardır. Hansı ki, ən böyük faktorumuz genetik faktordur. Yəni anamızdan, atamızdan, yəni anamız, atamız olmasın, birbirimiz, xalamızda məsələn nəsildə kimdəsə məsələn dərin bu kimi səpkilər olursa, o istəmisizcə nəsildən nəsilə keçməyə başlayır. Digər bir faktorumuz da immunitetimizin zəifliyi də bizdə asanlıqla bakteriyanın düşüb orada iltihab törətməsinə səbəb ola bilər. Və digər xarici faktorlar, məsələn stres, qida, yuxusuzluq, yəni düzgün həyat tərzinin olmaması üzümüzdə səpki yarada bilər. Bəs akne səpki dönəmlərində nələr etməliyik? İstərdim ki, mən bunu öz dönəmlərimdə etdiklərimdən məsləhətlər verim. Dostlar, mənim sizə verə biləcəyim ən gözəl məsləhətlərdən biri də dermatoloq yanına getməyimizdir. Ki, səpkinin dəqiq mənbəyini bilmədən, yəni yaranma səbəbini siz də düzgün bilməsəniz, düzgün şəkildə onu müalicə edə bilməyəsiniz və keçirdə bilməyəsiniz. Keçirdəcəksiniz, amma təzdən yaranacaq. Keçirdəcəksiniz, təzdən yaranacaq və bu residiv verə-verə daha da dərinləşdirəcək və üzünüzdə çapıqların qalmasına səbəb olacaq. Yəni, bunun yaranmasını istəmirsinizsə, dermatoloq yanına ən başından bəri müraciət edin. Məndə əvvəlcə, dostlar, üzümdə səpki yarananda alnımdan başladı. Yəni, əvvəlcə alnımda 1-2 dənə çıxırdı, mən onları kompleks eləyib patlaydırdım və ikinci dəfə eyni yerdən çıxmaqla əlavə, yəni yanaşı, onun yanında da çıxmağa başladı və elə mən onu patlada mən o səpkiləri yaydım. Yəni bu alnımda, üzümün xüsusilə bu hissələrində yayılmağa başladı. Buradan bir nəticə çıxardırdıq ki, təbii ki, üzümüzdə səpki çıxırsa onu patlatmamaq lazımdır. Birinci qaydamız üzümüzdə çıxan səpkiləri patlatmırıq. Sonra mən təbii ki, getdim dermatoloq yanına. Bir dənə çox bir mənasız bir dermatoloq yanına getdim və mənə baxdı, üzümə dedi ki, Nigar, get üzvə bunları elə, salicylov spirtlə, aspirin, streptotit, biri də var idi, nəsə yadımdan çıxdı. Onları qat, vur üzvə. Məncə bunu səpkili insanların çoxu eşidibdir. Getdim təbii ki, bunu elədim, amma heç bir işə yaramadı. Yəni işə yaradığı üzümün səpkisini keçirdi, amma təzdən resistiv verdi. Çünki mən onun dəqiq mənbəyini bilmirdim. Özümdən serumlar aldım, bunu aldım, onu aldım, başladım onu üzümə vurmağa. Heç bir xeyri olmadı dostlar. Yəni vururdum, azaldırdı, bir də ikinci dəfə daha böyük bir şəkildə çıxırdı. Bir də azaldırdı, bir də təzdən çıxırdı və bu artıq mənim beynimi ta işlənmişdi. Sonra getdim başqa bir dermatoloq yanına.
O dermatoloqun yanına getdim. Bəs o da mənə bir qəribə dərman verdi, özünün hazırladığı bir dərman. Xüsusilə də sonra da antibiotik falan əlavə olaraq yazdı. Sonra mən onları elədim. Baxırdım ki, sağalırdı, amma yenə residif verirdi. Sağalırdı, yenə residif verirdi. Bu dəfə daha bərbad residif verməyə başladı. Daha da dərinləşməyə başladı. Yəni böyüməyə başladı. Əvvəl məsələn kiçik-kiçik belə çıxırdı. İndi birləşib məsələn topa-topa çıxırdı və o qədər pis hala düşdü ki, mənim üzüm. Hətta yəni bu hala düşdü deyə bilərəm. Və mən həqiqətən çox pis kompleksə salmışdı və son olaraq öz dermatoloqumu tanıdım və onun yanına getdim. Yaşlıda onun yanına getdim və bu getdiyim son dermatoloq oldu. Onun adı Doktor Vaqif Abdullayevdir. Hansı ki National Prime Hospitalda işləyir. Yəni əgər siz də səpkidən əziyyət çəkirsinizsə, gönül rahatlığı ilə onun yanına gedə bilərsiniz. Yəni tövsiyə edirəm. Çünki həqiqətən mənim üzüm o sağaltdı. Yəni məni sıfırdan takip edənlər, TikTokdan və Instagramdan sıfırdan takip edənlər mənim o dönəmlərimi bilir və o dönəmlərimin necə keçdiyini də bilirlər deyə düşünürəm və həqiqətən ona buradan bir təşəkkür eləyim. Nəsə, onun yanına getdim dostlar, o mənə dəqiq analizlər verdi, analizlərlə dəqiq diaqnozunu qoydu və müalicəyə başladım. Və mən dermatoloqum bir tövsiyə elədi müalicə başlamadan qabaq və mənə dedi ki, Nigar, sənə verə biləcəyim ən böyük tövsiyələrdən biri də bu dönəmlərində səbirli olmalısan. Bəli, uşaqlar, yəni həqiqətən səbirli olmalısınız. Çünki akne asanlıqla keçə bilən bir şey deyil. Yəni bir aya, 2 aya o şiddətli aknelər keçəcəyini düşünürsünüzsə, siz çox düşünəsiniz, onu düşünməyin yəni. Çünki mən də elə düşünürdüm və alınmırdı və mənə daha da kompleksə salırdı. Mən ondan soruşdum, bəs dedim ki, üzüm nə qədər müddətdə sağalar? Mənə dedi ki, minimum 6 ay, maksimum 1 ilə sağalacaq sənin üzün. Elə də oldu. 11 ayda mənim üzüm tamamilə sağalmışdı və artıq qurtuldum deyə bilərəm və heç vaxt da residif vermədim. Bəs mən bu dönəmlərində nələr etdim? Gəlin biraz onlar haqqında danışaq. Dostlar, deməli, əvvəlcə təbii ki, dərman qəbul eləməyə başladım. Dərmanım Aknetrend dərmanı idi. Yəni, məncə bunu eşitmişsiniz. Roaktan, hansı ki, bu dərmanlarla eyni fəsiləyə aiddir. Aknetrend qəbul etdim. Günü 20 mg, gündə bir dəfə dozası və o şəkildə qəbul etməyə başladım. Bunu dərmanı sizə tövsiyə etmirəm, qəti surətdə. Çünki bu, həkim nəzarəti altında olmadan, yəni atılacaq bir dərman deyil. Çünki bu dərmanın zərər verə biləcəyi ən böyük orqan qaraciyərdir. Digər yerlərə zərər vura bilir. Ona görə də həkim nəzarəti altında analizlərlə bu dərmanı atmalısınız. İstərdim ki, bu dərmanın biraz dönəmlərlə danışım. Uşaqlar, Aknetrend dərmanı atırsınızsa, hardasa bir 2-3 gün sonra artıq başlayır bütün dəriniz qurumağa. Xüsusilə də ağız çevrəniz, üzünüz və gözünüz dəhşətli dərəcədə qurumağa başlayır və ona görə də davamlı nəmləndirməlisiniz. Hətta o dərəcəyə qədər quruyur ki, dodaqlarınız çatlayır və qanayır, yəni o dərəcəyə qədər quruyur. Çox yan fəsadları da vardı. Əgər orqanizminiz mənim kimi həssasdırsa, bu dərman yəni şiddətli dərəcədə əlavə fəsadlar verə bilir. Quruluqla yanaşı mənim burnumda qan açılmışdı dostlar. Daha sonra dərman sizin əsəb sisteminizi biraz korlaya bilər, yaddaşınızı zəiflədə bilər və piylənmə verə bilər ki, məndə 3-ü də olmuşdu, yaddaşım zəifləmişdi. Hətta o dönəmlərdə imtahanlarımı o qədər bərbad yazırdım ki, dostlar. Yəni heç nə yadımda qalmırdı. Plus mən birdən-birə 4 kilo, 5 kilo falan çəki aldım, yəni. Yəni bu kimi yan fəsadlar verə bilər. Daha sonra üzümə Clindamycin T-geli mazı yazmışdı və ilk 3-4 ay ondan istifadə elədim. Daha sonra başqa bir maza keçdik. Sonra Erbens adında bir maza keçdik. Yəni ikisi də antibiotik tərkibli bir mazdı. Yəni onları vurmağa başladım. Və 11 ayın sonunda artıq üzüm demək olar ki, tamamilə sağaldı. Verə biləcəyim tövsiyələrə gələk. Birinci tövsiyəm odur ki, dermatoloq yanına getməyinizdir. İkinci tövsiyəm səpkilərinizə qətiyyən toxunmursunuz, sıxmırsınız, onları patlatmırsınız. Çünki nə qədər keçsə də bu təzədən yenidən onun yaranmasına səbəb verir. Üçüncü, həyat rejimimizə düzgün riayət edirik. Yəni vaxtında yuxu rejimimizə diqqət edirik. Stressdən çalışdığımız qədər uzaq qalırıq və qidalanmağımıza fikir veririk. Mən bu səpki dönəmlərində ən çox qidalanmağıma fikir verirdim. Yəni abur-cuburları demək olar ki, az da olsa həyatımdan çıxartmışdım. Yəni bu dönəmlərinizdə çalışın biraz sağlıqlı qidalanın, yuxu rejimimizə diqqət edin. Yəni vaxtında çalışın. Heç olmasa ən azı 5-6 saat yuxu yatmağa çalışın. Və stres, təbii ki, stres həyatımızın olmazsa olmazıdır. Ən azından stresi həyatınızda minimuma endirməyə çalışın. Həyatınızda sizə stres yaradan insanlar mı var?
Bunları həyatınızdan çıxardın. Stres yaradacaq bir vəziyyət mi var? O stressdən qaçınmağa çalışın. Ya da onu minimuma endirməyə çalışın. Başa düşdünüzmü nə demək istəyirəm? Üzünüzə kosmetik vasitələr və kimya vasitələr istifadə eləməyin. Baxın, o dönəmlərimiz həqiqətən bizi o qədər kompleksə salır ki, biz istəyirik ki, o səpkiləri gizlədək. Amma dostlar, yəni səpkilər gizlədiləcək bir şey deyil. Səpkilər insanlardan utanılacaq bir şey deyil və bu bizim özümüzdən asılı olmayan bir şey deyil. Sadəcə bunu qəbullamaya çalışın ki, səpki normal bir şeydir. Hər kəsin başına gələ biləcək bir şeydir. Orqanizmimizdə bir çox səbəblər yaranır və bu bizim əlimizin altında olmadan özünü səpki şəklində bizə verir. Yəni dəri bizim orqanizmamızın aynasıdır və bu bizim özümüzdən asılı deyil. Bunu niyə insanlardan gizlətməyə çalışırsınız? Ya da sizə nə var ki, insanlar nə deyər, nə düşünər? Məsələn, mən üz səpkim olan vaxtları üzümə kosmetik vasitələr vura bilmirdim. O qədər qıya bilmirdim. Yəni həqiqətən ağrıyırdı və demək olar ki, makyaj şeylərimi yığışdırıb hamısını atmışdım ki, mən üzümə onları vurmayım. Onlar mənim evimdə olduğu müddətcə mən ona vuracam və ona atmışdım. Ki bu mənim dermatoloqum da demiş ki, üzvə heç nə vurmamağa çalış. Yəni deyirdim ki, sağalsın, tək ki sağalsın, eybi yox deyə, qoy nə tər olur olsun. Digər insanlara da bir şey deyim ki, hansı ki səpkisi olmayacaq insanlara. Xahiş edirəm, ətrafınızda üzü səpkili olan insan görürsünüzsə, onlara oturub durduq yerdə məsləhət verməyin. Bu zaten onlar üzünün fərqindədir. Məsələn, durursunuz bir ətrafınızda yaxın dostunuz mu olsun, başqa dostunuz mu olsun. Üzü səpkilidirsə qayıdıb onu deməyin ki, ay qız sənin üzün səpkilidir. Belə bir şey deməyin uşaqlar. Zaten o insan üzünün səpkisinin fərqindədir. Və sən onu bunu dediksə, onu daha da kompleksə salırsan. Bunu etmə. Onu durduq yerdə tövsiyə vermə. Get həkimə, get bunu elə üzvə. Eləmə. Sənə dəxlisi yoxdur. Üzündə səpkisi var. Eyb yoxdur, vardır. Bunu sən gəlib onu dedikcə onu daha da kompleksə sarırsan ki, deməli insanlar bunun fərqindədir. Yəni ona yaxşılıq eləmək istəyirsən, sus. Mən yəni bir dəfə yadımdadır ki, dostlar, gəlirəm universitetə avtobusda. Xüsusilə yaşlı nəsil bunu eləyir. Məsələn, bir dənə xala oturub mənim qarşımda, mənim üzümün səpkinin şiddətli olan dönəmlərim idi. Mən baxır üzümə belə-belə. Mən qayıtıb eləyirəm. Qızım, mən sənə bir tövsiyə verim üzündəki səpkilərlə bağlı. Bütün insanlar döndü mənim üzümə baxdı. Heç kəsin fərqində olmayan üz səpkilərim artıq insanların odak nöqtəsi oldu. Başladı özündən cic məsləhətlər vermək. Git xiyar al, bunu elə, bunu al, üzvə vur. Mən də bir kəlmə xalanın sözünü kəsdim. Dedim ki, mən sizin məsləhətinizə ehtiyacım yoxdur. Mən özüm lazım olan şeyləri eləyirəm, lazım, çox sağ olun. Belələrdən çıxdım, düşdüm avtobusdan. Yəni sənə nə var? Nə var? Deməyin, ay qardaş, bu kimi siz şeylər etməyin. Mənim üzüm sağalsa belə, mənim üzümdə çapıqlar vardı. Çapıqlara məsələn insanlar gəlib deyir, ay sənin üzün səpib, səpkisi düzəlib, amma çapıqların qalıb. Bəs onlara nə? Ay qardaş, yaxşı, mən bunu kompleks eləmirəm. Sən gəl bunu elə ton da deyirsən ki, mən yenicəyə oturub kompleks eləyəcəm ki, deməli mənim üzümdə çapıqlar pis görsənir də. Yəni bunu deyirsiniz. Ona görə də əgər üzünüzdə səpki yoxdursa, ətrafınızda səpkili bir insanlara qayıdıb özünüzdən boş-boş məsləhətlər verməyin. Onlar bunun fərqindədir. İmkan verin özləri fərqində olsun. Başa düşdünüzmü nə demək istəyirəm? Biraz aqressiv yanaşdım bu mövzuya, çünki həqiqətən məndə başıma gəlmiş bir şeydir. Müalicəmizi vaxtı-vaxtında düzgün yerinə yetiririk dostlar. Və bu videonun başında da dediyim kimi ən əsas olan şeylərdən biri də bizim üçün səbirdir. Yəni uşaqlar, akne yenə də dediyim kimi 1-2 ayda, 3 ayda keçəcək bir şey deyil və çox ciddi şəkildə səbir eləməlisiniz. Səbir elədikcə və o akneləri siz kafanıza takmadığınız müddətcə, onu dəqiqənin bir başı gəlib üzünüzə bunu, ayda bu nə vaxt sizə demədiyiniz müddətcə səpkiləriniz 6-7 ay, uzaq 8 aya tamamilə sağalacaq. Sadəcə səbir eləməlisiniz, özünüzlə barışıq olmalısınız, həkimin vaxtı-vaxtında yazdığı müalicəsini düzgün etməlisiniz, həyat rejiminizi düzəltməlisiniz. Çünki səpki bilirik ki, həyatımızın bir çox stresli səbəbindən yaranır. Məndən ən çox soruşduğunuz suallardan biri də səpki üzün sağaldıqdan sonra təzədən səpirmi? Dostlar, mənim üzüm sağalandan sonra o şiddətli dərəcədə residiv vermir. Artıq demək olar ki, tamamilə sağalıb Allah eləsin. Amma ki, ara sıra 1-2 dənə çıxır. Bunu da yəni mən normal olaraq qarşılayıram. Çünki həyat rejimim düzgün deyil. Yəni yuxusuz oluram bəzi vaxtlar, imtahan ərəfələri, stresli oluram və bu stressdən səbəbi ilə məsələn bir dənə səpki çıxa bilir. Ya da ki, məsələn, özəl dönəmlərimdə məsələn bu səpki bir dənə və ya 2 dənə çıxa bilər. Yəni bu da mənə görə normaldır, çünki həmin dönəmdə çıxır və keçir. Dostlar, məndən ən çox soruşduğunuz mövzulardan biri də üzünə xüsusi bir baxım eləyirsənmi? Xeyr, etmirəm dostlar. Yəni mən üzümə baxım eləmirəm. Niyə etmirəm? Bunu deyim. Mən düşünürəm ki, mənim dərim cavandır. Mənim dərim onsuz da özü kollagen sintez eləyir, hialuronik asid sintez eləyir və mən üzümə bu şiddətli dərəcədə üz baxımları etmirəm. Xüsusilə serumlar, retinol. Yəni həkim, dermatoloq yazmadığım müddətcə mən bunları etmirəm. Təbii ki, üzümü yuyuram
üzümə jeli ilə yuyuram, üzümü gündəlik nəmləndirirəm, günəş kremi vururam və bundan artıq xüsusi bir baxım etməməyə çalışıram. Xüsusilə çox erkən yaşlardasınızsa. Məsələn, mən baxıram ki, 12-13 yaşlarda, 14-15 yaşlarda uşaqlar artıq başlayıblar üzərinə baxım eləməyi, retinol tərkibli, ağır tərkibli nəmləndiricilər vururlar. Yəni vurmayın. Yəni sizin hələ dərin cavandır. Tamam, aknedən əziyyət çəkə bilərsən, get dermatoloq yanına, o sənin yaşına uyğun müalicə yazsın. Sən niyə özündən belə şeylər edirsən? Vaxtı gələndə sənin mən yaşıma çatanda sənin dərin korlanacaq. Yəni ona görə də etməyin. Yaşınız kiçikdirsə, hətta makyajdan belə qaçsın, yəni dostlar. Çünki dəriniz sizin gözəlliyinizdir və onu qorumağa çalışın. Təbii ki, üzümə jelləri istifadə edirəm. Üzümü hər gün yuyuram. CeraVe mənim dərimin ən yaxın dostudur. Yəni bunu sizə tövsiyə edə bilərəm. Həqiqətən səpki dövrlərində də mən bunu istifadə edirdim. Gerçi dermatoloqum mənə demişdi bioderma istifadə edirəm, amma mən bioderma ilə bir türlü barışa bilmədim. Amma bu mükəmməl bir şeydir dostlar. Səpki dövrlərində mən bunu istifadə edirdim. Bu hardasa görürsünüz ki, özündə yazır ki, normal və yağlıya dönük cildlərdir. Çünki o dövrlərdə mənim dərim həqiqətən tam quru deyil də yağlıya dönük kimi bir şeydir və mən bunu istifadə edirdim. Daha sonra da artıq indi üzüm tamamilə sağalıb və mənim normal dərim quru, biraz da normala yaxın olduğu üçün mən bunu istifadə edirəm. Yəni normal və belə quruya dönük cildlər üçün də həqiqətən çox yaxşı bir şeydir. Yəni mənim üzümdə o qədər gözəl bir şeydir ki, yəni bunu istifadə edə bilərsinizsə və istifadə etsəniz məmnun qalacaqsınız. Ətrafımda istifadə edənlər var və həqiqətən məmnundular. Üz nəmləndiricim Bioderma. Bioderma ilə barışıq deyiləm, amma Bioderma bu nəmləndiricisi çox qəşəngdir. Ki bu mənim dermatoloqum da demişdi bu arada. Atoderimdir. Xüsusilə quru dərilər üçündür və həssas dərilər üçündür. Yəni demək olar ki, mən bunu neçə il istifadə edirəm və sıfırdan takib edənlər bilir ki, mən bu nəmləndiriciyə çox sadiq bir insanam. Həqiqətən bitir və təzədən alıram. Bitir təzədən alıram. Bitir təzədən alıram. Bu çox bərəkətli məhsuldur bu arada. Çox gec bitir. Yəni bunu tövsiyə edə bilərəm. Əlavə olaraq mən üzümü həftədə bir dəfə peelinglə peelingləyirəm ki, üzüm təmizlənsin, bu makyaj falan ölüləri. Həqiqətən bunun üçün ən yaxşı peeling bu DCL-dən bu peeling şeysidir. Çox qəşəngdir, yəni vegan tərkiblidir. Yəni ümumiyyətlə bu firma məhsullarını mən çox bəyənirəm. Tövsiyə edə bilərəm. Bu qədər dostlar. Yəni mənim baxım rutinim budur. Yekun olaraq bunu deyə bilərəm ki, bir daha deyirəm ki, üzünüzün səpkiləri normal bir şeydir və hər kəsin başına gələcək bir şeydir. Və bunları kompleks etməyə, insanlardan gizlətməyə, hətta yəni bunu düşünüb ağlamağa ehtiyac yoxdur dostlar. Yəni mən çox kompleksiz idim. Düzdür, əvvəllər kompleksi gəzdirdim, amma daha sonra o qədər kompleksizləşdirdim ki, yəni normaldır. Yəni o insanlar kimdir ki, mən onlara görə üzümü gizlədim və bütün günü bunun stresini çəkim. Yəni bu keçici bir şeydir, sağalacaq və mənim üzüm öz əvvəlki halına geri dönəcək. Yəni ona görə də siz də bu psixologiyada yaşasanız, üzünüzün sağalmasına daha da kömək edə bilərsiniz. Ruh halınızla, bəli, emosiyalarınızla, ruh sağlığınızla özünüzü sağalda bilərsiniz. Siz olduğunuz kimi gözəlsiniz, hər halınızda gözəlsiniz. Sizi bəyənən hər halınızla bəyənən, bəyənməyən də öz yoluna gedər, yəni gedə bilər, cəhənnəmə qədər yol var. Bu qədər dostlar, ümid edirəm ki, videom sizə faydalı olmuşdur. Yəni məsləhətlərim sizin üçün həqiqətən faydalı olmuşdur. Əgər bəyəndiysəniz videoma like atmağı unutmayın dostlar. Hələlik özünüzə yaxşı baxın.